Tələbələr xaricdə oxumağa gedərkən biz ən çox düşündüyümüz şey viza, yataqxana, universitet qəbul, təqaüd və digər sahələrdir. Amma biz çox zaman tələbələrin xaricdə oxumaqdan başqa həyat tərzinə, yaşayışa, məişətə hazırlıq olub-olmadığını heç vaxt yoxlamırıq. Bəzən akademik cəhətdən çox güclü olan tələbələr ora gedəndən sonra yemək bişirməyi bilmir, necə yaşayacağını bilmir, pulu necə idarə edəcəyini bilmir və bu səbəblər onun akademik performansına da təsir eləyir. Bugün bunları sizinlə danışacağım. Xaricə getmədən öncə öyrənilməli olan ən önəmli cəhətlərdən biri praktiki bacarıqlardır. Bura yemək bişirmək, pul idarə etmək, hazırlıqlar görmək, tək yaşamağa alışmaq və s. kimi məsələlərdir. Bir çox tələbələrimiz bəzən həddən artıq çox oxuduğu üçün ən adi yeməkləri belə bişirməyi bilmir və xaricə gedəndən sonra bütün günü McDonald's-dan və digər şirkətlərdən sifariş etməyə başlayır. Bu həm onun sağlamlığına pis təsir eləyir, həm də onun vaxt itkisinə çox təsir eləyir, həm də maliyyə itkisinə çox təsir eləyir və bu təbii ki, bir tələbə üçün çox da yaxşı bir şey deyil. Ola bilər imkanı olsun, istədiyi şeyi sifariş eləyə bilsin və s. amma sadəcə sifariş eləməklə bütün il boyu xaricdə yaşamaq effektiv yol deyil. Siz bir şəkildə tələbə yataqxanasında, dostlarınız, öz tanışlarınız arasında müəyyən bir bacarıqları öyrənməlisiniz ki, siz orada müəyyən qədər özünüz survive olmağı bilməlisiniz. Ondan sonra boş vaxtınızda siz yemək sifariş eləyə bilərsiniz və ya dərsiniz çox olduğuna çatdıra bilmədiyinizdə nələrsə ekstra eləyə bilərsiniz. Onlar hər zaman var. Amma əsl məsələ bəzən tələbələr çox adi yeməkləri bişirməyi bilmir və xaricə getmədən öncə bunları öyrənməsi çox vacibdir. İkinci məsələ pul idarə etmək. Tələbələrin ən böyük məsələsi daha çox pulu idarə edə bilməkdir. Azərbaycanda bütün işlərini valideynləri gördüyü üçün özləri çox rahat şəkildə hər şeyləri hazır şəkildə əldə etdikləri üçün xaricdə gedəndə bunlar olmayanda tələbələr birdən-birə həddən artıq çox pul xərcləməyə yönəlirlər. Təbii ki, Avropada, Amerikada olduğu üçün çox yaxşı şərait, bütün texnologiya, hər şey əllərinin altında olduğu üçün həddən artıq xərcləməyə yönəlirlər və akademik cəhətdən fokusları itir, fikirləri daha başqa fəaliyyətlərə qatılır və tələbələr məsələn gedən kimi ilk tələbə Avropada özünə velosiped alır, idmana yazılır, dərsdən əlavə həddən artıq çox fəaliyyətlərə qoşulur və əsl akademik cəhətdən başlayır geri qalmağa və bu uzun müddətdə ona daha çox əlavə problemlər törədir. Və ya tələbə valideynlər olan 1 ay, 2 aylığın xərcliyini verdiyi üçün tələbə gedir həmin xərcliyi 3 gündə xərcləyir. Özünə ən yeni texnologiyalar alır, telefonlar alır, kompüterlər alır. Halbuki onlar ona heç lazım da deyil çox zaman və birdən-birə boşluğun içinə düşür. Sonra başlayır pulu əlavə yerdən qazanmağa çalışmağa, dərslərindən yayınmağa və psixoloji olaraq başqa təsir altına düşməyə vadar olur ki, bu da tələbə üçün heç də yaxşı bir cəhət deyil. Ona görə siz xaricə getmədən öncə mütləq çox sadə yeməkləri bişirməli bacarmalısınız. Pul idarə etməyi öyrənməlisiniz. Daha çox alışmalısınız ki, siz ora gedəndə artıq sizə onlar ekstra vaxt almasın. Çünki hər orada aldığınız ekstra vaxtlar sizin üçün əlavə problemdir. Çünki sizin əsl fokus sizin dərsləriniz olmalıdır, davamiyyətiniz olmalıdır. Bugün davamiyyət xaricdə oxuyan tələbələr arasında çox böyük bir problemdir. Tələbələri bəzən səhər çağı yuxudan qaldırıb biz dərsə göndəririk. Çünki tələbələr səhər çağı vaxtlarını çox yaxşı idarə edə bilmədikləri üçün dərslərə gecişirlər, akademik davamiyyət çox aşağı düşür. Bu da onların getdikcə akademik performanslarının yaxşı olmaması ilə nəticələnir ki, bu onların arzu elədiyi bir şey deyil. Və ən əsas məsələ Avropada xüsusilə Amerikada çox da böyük problem olmur. Sənəd və məsuliyyət məsələsi. Tələbələr Avropaya gedəndə onlar bələdiyyədən müəyyən qədər randevu almalıdırlar, öz sənədlərini təqdim eləməlidirlər, rezident permit icazə, yaşayış icazəsini əldə eləməlidirlər, uzatmalıdırlar və bunun üçün bir çox proseslər var və tələbələr bəzən bunu etməyi unudur və ya bununla çox ciddi məşğul olmur, müəyyən son tarixlər, yəni son müraciət tarixləri keçir və ondan sonra başlayırlar problem yaşamağa. Yəni bu məsələ çox önəmlidir. Yəni kirayin ödəməsini unudan tələbələr var.
sənədinin vaxtı bitib yeniləməyini unudan tələbələr var və ümumiyyətlə randevu almaq üçün çox çətinlik çəkən tələbələr var. Çünki həyatda heç vaxt buna öyrəşməyiblər və ya valideynlər bu tələbələrə heç vaxt bir üzərlərinə məsuliyyət qoymayıb və bunlar da hər zaman olduğu kimi çox rahat şəkildə hər şeyin həll olunacağını düşünürlər. Amma Avropada bu məsələ belə işləmir. Hər gecikmə, hər əlavə problem, hər əlavə psixoloji baskı sizin üçün orada universitetdə daha zəif oxumanıza gətirib çıxarır. Və ona görə siz çox diqqətli olmalısınız. Siz gedəndə siz orada nə edəcəksiniz, nə iş görəcəksiniz, nələri tamamlamalısınız, nələrə diqqət etməlisiniz. Bunlar çox önəmlidir və siz ora gedəndən sonra bunları praktik olaraq öz üzərinizə götürüb bunun məsuliyyətini hiss eləyib tamamlamalısınız. Əks halda siz ora gedəndən sonra problemlər davam etməyə başlayır. Bəzən siz problemləri valideynə bilərəkdən demirsiniz, çünki valideynlər buna əsəbləşəcək. Siz necə olar bir sənədi həll edə bilmərsiniz. Amma praktika olmayandan sonra siz təbii ki, hər şeyi o anda öyrənib həll eləməyiniz çətin olacaq. Ona görə indidən siz əgər xaricə gedirsinizsə, yayda istirahət eləmək yerinə bu praktiki bacarıqları əldə etməyə çalışın. İnanın, bu sizə orada həddən artıq çox kömək olacaq. İşlərinizin qaydasına getməsi sizə daha az stres olacaq və dərslərinizi çox yaxşı oxuyacaqsınız. Prinsipcə problemləriniz çox minimal olacaq. Amma hər şeyi unudub, orada həll eləyərəm bir şəkildə, necə olsa orada yolunu tapacam deyib ora gedəndən sonra ancaq o işlərdə məşğul olmaq sizi demək olar ki, dərslərinizdən həddən artıq çox uzaqlaşdırır. Xüsusilə birinci ili bu çox önəmlidir. Çünki birinci ili siz xaricdə yaşayırsınız, evinizdən uzaq, valideynlərdən uzaq, tək başına bunun bir məsuliyyəti var və eyni zamanda siz yeni bir həyata başlayırsınız, universitet həyatına başlayırsınız, dostlarınız olacaq, tanışlarınız olacaq. Yəni sizin üzərinizdə o qədər böyük məsuliyyət var ki, eyni zamanda siz dərslərə fokuslanmalısınız. Təbii ki, dərslərə fokuslanmaq biraz daha çətin gəlir. Dostlarla gəzməyə getmək, istirahət eləmək, idmana getmək, partilərə getmək, daha çox pul xərcləmək çox asandır, əlbəttə ki. Ona görə siz dərslərdən yayındıqca artıq problemlər böyüməyə başlayır. Bəzən problemlər böyüdükdən sonra onları geri döndərmək çox çətin olur və bu bəzən də universitetdən atılmaqla, ölkədən qovulmaqla nəticələnir. İkinci önəmli məsələ emosional hazırlıqdır. Emosional hazırlıq çox önəmli faktordur. Xüsusilə siz Amerikaya, Kanadaya və ya Azərbaycandan daha uzaq və yaxın olmayan bir ölkəyə gedirsinizsə, bu Asiyadan Çin, Koreya, Yaponiya, yəni Asiya ölkələri də ola bilər. Çünki Avropa bizə biraz daha yaxın gəlir, yəni özümüzü çox da xaricdə hiss eləmirik, daha çox ölkəmizdəki kimi hiss eləyirik. Yəni daha çox uzaq ölkələrə gedəcəksə buna mütləq hazırlaşmalısınız. Çünki ev üçün darıxmaq, xaricə gedəndən sonra ev həsrəti çəkmək hər tələbənin yaşayacağı normal bir prosesdir. Bəzən siz bir ölkəyə gedəndə hər şey sizə çox qəribə gəlir, heç nəyi sevmirsiniz, heç kimə qoşulmaq istəmirsiniz, təbiətə, oranın insanlarına, mühitinə alışmaq istəmirsiniz. Hər şeydən imtina edirsiniz, özünü qapalı bir vəziyyətə salırsınız ki, nə olur olsun mən universiteti bitirim, Azərbaycana dönüm. Əslində bu belə deyil, bu normal bir psixoloji prosesdir və siz buna müəyyən qədər hazır olmalısınız. Və burada da valideynlərin rolu çox önəmlidir ki, övladlarını buna hazırlaşdırmalıdırlar. Çünki siz xaricə gedəndən sonra hər şeydən özünüzü qapalı vəziyyətə salsanız, hər şeydən uzaqlaşsanız, heç kimlə danışmasanız, o ölkələrin qanunlarını, qaydalarını, mədəniyyətini öyrənmək istəməsəniz, siz 3 il o ölkədə psixoloji baskı altında qalacaqsınız və bu sizi həddən artıq çox böyük psixoloji problem gətirəcək və bu sizin dərslərinizə avtomatik olaraq çox böyük negativ nəticəsi ilə sonuçlanacaq. Çünki siz o ölkəyə gedəndən sonra 1 həftə, 2 həftə, 3 həftə ev həsrəti çəkə bilərsiniz, amma ondan sonra siz artıq o ölkənin də yaxşı cəhətlərinə alışmalısınız, onları öyrənməlisiniz, onları etməlisiniz. Çünki bu sizin üçün bir təcrübədir. Sizin artıq Azərbaycan təcrübəniz var. Siz beynəlxalq təcrübələrdən də yaxşı cəhətlərini götürüb özünüz üçün öyrənsəz, özünüz üçün disiplin halına gətirsəniz, bu da sizin üçün yaxşı bir üstünlükdür və buna etiraz etmək yerinə bunu öyrənmək, bundan fayda götürmək və bunu alışaraq o ölkədə yaxşı oxumaq sizin üçün çox vacibdir. Amma burada əsl məsələ valideynlərin də üzərinə düşür. Çünki tələbə çox zaman xaricə gedəndən sonra valideynlər
2 dəqiqədən bir video zəng eləyib necəsən, nə edirsən, sənin üçün çox gözəl yeməklər bişirmişəm, amma göndərməyə şərait yoxdur kimi həvəsləndirici şeylərdən tələbənin Azərbaycan üçün daha çox darıxmasına şərait yaradırlar və bəzən unudurlar ki, bu tələbə üçün həddindən artıq psixoloji baskıdır. Yəni tələbə alışdığı bir mühitdən, orbitdən kənara çıxdığında birdən-birə hər kəs ona geri dön dediyində artıq o da psixoloji olaraq fikirləşir ki, mən bu ölkəyə niyə gəldim? Azərbaycanda çox gözəl villada, dəniz qırağında yaşayırdım, amma indi gəlmişəm burada 10 kvadratlıq, 20 kvadratlıq bir şəraitdə yaşayıram. Heç nə yoxdur, kömək eləyən yoxdur, yemək bişirən yoxdur. Hər şeyi başdan ayağa özüm eləməliyəm, üstünə dərs oxumalıyam. Bu psixoloji baskı üstündə kimsə sizə, yəni Azərbaycandakı gözəl şəraiti göstərirsə və bu sizin üçün əlavə bir problemdir. Valideynlər, xüsusilə analar, təbii ki, övladları üçün darıxırlar, narahat olurlar. Bu da qısa müddətli bir problem olduğu üçün biraz səbr etmələri lazım. Yəni hər dəqiqə başı övladlarına zəng eləyib, xüsusilə video zəng eləyib, onlar üçün çox darıxdığını, çox olduğunu deməsi onlar üçün əlavə problem yaradır və buna hər kəs 1 ay, 2 ay səbr etməli, hər şeyin yaxşı olacağını deməli. Bəzən tələbə darıxacaq, bilmədən gedib bilet alıb Azərbaycana qayıtmaq istəyəcək. Yəni bu duruma gələn tələbələr də var. Ona görə siz valideynlər həmişə onlara dəstək olmalısınız ki, onlar biraz dözsünlər, dözməyi öyrənsinlər, dərslərinə fokuslansınlar, daha çox dərsləri ilə məşğul olsunlar. Onu bir il sonra, bir semestr sonra hər şey artıq çox sadələşir. Valideynlərin burada rolu çox önəmlidir. Valideynlər övladlarından nə tamamilə əl çəkməlidir, nə də hər gün onlara nəzarət etməlidir. Valideynlər lazım olanda mən buradayam, mən hər zaman sizin yanınızdayam deməyi də bacarmalıdır. Lazım olduğunda dəstək verməlidir. Çətinliyində ona dur Azərbaycana gəl demək yerinə narahat olma, hər şey yaxşı olacaq, biraz da səbr elə, sənə daha yaxşı necə dəstək verə bilərik kimi onun oxumasına biraz da şərait yaradılmalıdır. Tələbələr bir semestrdən sonra buna çox alışırlar, artıq ondan sonra çox da böyük problem olmur. Önəmli olan tələbələrin birinci ili orada həm yaxşı oxuması, həm də sistemə alışması çox vacibdir və burada valideynlərin düzgün yol seçmələri, onlara dəstək olmaları, amma onlara hər gün nəzarət etməmələri çox önəmlidir. Onlara güvənmələri çox önəmlidir. Hər bir evlad valideyn tərəfindən güvənilməsini çox istəyir və hər gün nəzarət olanda onlar özləri hiss edirlər ki, siz onlara güvənmirsiniz. Ona görə onlar zaten nəsə eləmək istəyəndə onu sizdən xəbərsiz edirlər. Amma əslində siz elə bir güvən verməlisiniz ki, onlar xaricdə həm sərbəst dolaşmalı, həm məsuliyyət hiss etməli, yəni necə gəldi, hara gəldi getməli deyil. Dərsləri əsas fokus olmalı, qalan işlərə sadəcə vaxtları qaldığında etməlidir. Yəni bunun məsuliyyətini onlar da dərk eləməlidir və bu şəkildə bu proses çox rahat, psixoloji baskı olmadan, əlavə təzyiq olmadan, əlavə bir emosional problem yaratmadan dərslərinə fokuslanıb daha yaxşı nəticələrlə bitirə bilərlər. Ümid edirəm bu video xaricə gedən tələbələrə çox böyük kömək olar.